Mən Ağayeva Rəfilə, Xırdalan şəhəri Füzuli küçəsində yaşayıram. Qızım Dadaşova Ayşə mənim himayəmdə yaşayır. 4 yaşında bir qızı var. Tək anadır, evladını tək baxır. Müəllimlərin qəbul imtahanında bu il imtahan verib 45 bal keçid balından 86 bal yığıb. 100 ballıq cədvəldən 86 bal yığıb. Amma çox təəssüf ki, yetərli qədər vakansiya olmadığı üçün mənim qızım bu il də işlə təmin oluna bilmədi. Mən buradan ölkə başçımız Prezident İlham Əliyevə müraciət edirəm. Cənab Prezident, ölkəmizdə uşaq pulu verilmir, sosial yardım ala bilmirik. Tək anadır, evladını saxlaya bilmir. Vəziyyətimiz, yəni sosial vəziyyətimiz o qədər də yaxşı deyil. Qızımın əmisi Ağayev Müsəllim 1993-cü ildə Vətən uğrunda ilk şəhid olanlardandır. Biz bu vətən uğrunda doğmalarımızı, əzizlərimizi şəhid vermişik. Canlarını fəda edən qazilərimiz var. Amma bu vətən mənim evladıma bir işlə təmin olunmasına kömək eləmirsə, o zaman biz niyə bu ölkədə yaşamalıyıq? Sizdən çox xahiş edirəm, Cənab Prezident. Mənim səsimi eşidin. Mənim evladımın işlə təmin olunmasına kömək edin. Çünki o keçid balını keçir. 86 bal az bal deyil. Gecə gündüz oxuyub, canını qoyub, yetərli qədər savadı var. Amma çox təəssüf ki, yetərli vakansiya olmadığı üçün mənim evladım işlə təmin oluna bilmir. Mən Azərbaycan vətəndaşıyam. Azərbaycan vətəndaşı olaraq sizin borcunuzdur vətəndaşlarınızı işlə təmin etməyə, onun dolanmasına, normal şəraitdə yaşamasına kömək edəsiniz. Sizdən çox xahiş edirəm, bu müraciəti nəzərə alın. Onun 4 yaşında körpə balası var. Mən çox çətinlik çəkirəm onların sosial vəziyyətlərinin yaxşılaşması üçün kömək eləməyə. Çünki tək işləyən mənəm, tək gətirən mənəm, mən də çatdıra bilmirəm. Təkrar edirəm, uşaq pulu vermirsiniz, sosial yardım vermirsiniz. Keçid balını keçdiyi halda vakansiya da vermirsiniz. Biz hara müraciət edək? Biz kimə müraciət edək? Biz dərdimizi kimə deyək? Cənab Prezident, mən sizə müraciət edirəm. Mən ümid edirəm ki, Mehriban xanım, İlham Əliyev, siz bu müraciəti eşidəcəksiniz və mənim səsimə səs verəcəksiniz. Mənim evladımın işlə təmin olunmasına yardım edəcəksiniz. Çünki mən sizdən savadsız bir uşağa iş ver deyə tələb etmirəm. Savadlı bir uşağa haqlı olaraq haqqını tələb edirəm. 86 bal yığmış hazır kadra iş tələb edirəm. Necə olur ki, 86 bal yığan müəllimə kənarda qalır, amma deyirlər ki, vakansiya yoxdur. Sizdən çox xahiş edirəm, mənim müraciətimi nəzərə alın, mənim evladımın işlə təmin olunmasına yardım edin. Yardım edin ki, mən səfirliklərə, başqa ölkələrə və yaxud kimlərəsə müraciət eləməyim. Əks halda, mən səfirliklərin qarşısında etiraz edəcəm. Prezident aparatının qarşısında etiraz edəcəm. Çünki mən dolandıra bilmirəm evladlarımı, mən çatdıra bilmirəm. Mən haqlı olaraq, vətəndaş olaraq evladıma iş tələb edirəm. Mən bu ölkənin vətəndaşıyam. Yox, əgər iş vermək istəmirsinizsə, normal şəraitdə dolandırmaq istəmirsinizsə, sizdən çox xahiş edirəm. O zaman bizə viza verin, biz bu ölkəni tərk edək gedək. Amma mən ölkəmdən getmək istəmirəm. Mən ölkəmi sevirəm, mən bayrağımı sevirəm, mən vətənimi sevirəm və ümid edirəm ki, Emin Əmirullayev, Prezident İlham Əliyev mənim səsimi eşidəcək və bu məsələ həll olunacaq.